Nizami Gəncəvi Sirlər Xəzinəsi İsa Peyğəmbərin hekayəti. İsa'nın ayaqları yol açıb dünyalara, gəlib çıxmışdı bir gün balaca bir bazara. Gördü bir çoban iti, canavar kimi nəhəng, yol üstündə uzanmış, cansız, nəfəssiz köpək. Dörd yanını bürümüş adamlar qatar-qatar, leş yeyən quzğun kimi başına toplaşıblar. Biri dedi, çatladar beynimizi bu cəmdək, yanan çıraq küləşdən uzaq gərək, gen gərək. Biri dedi, rədd edin, görünməsin bu murdar, gözümüzü kör eylər, könlümüzü dondurar. Hələ bir hava çaldı, tfu, cəsəd əlhəzər, zavallı miskin leşə min bir cəfa verdilər. Növbə çatdı İsa'ya, Eyüpdən vaz keçdi o, itin üstünlüyünü fikirləşdi, seçdi o. Naxışları, xalları, dedi aləmdir məncə, parlaq, saf dişlərinə nə dür çatar, nə inci. Qorxu ilə, ümidlə dənizdən dür tapan var. Sədəfini yandırıb tozuyla diş ağardar. Özgəsinin eybini, öz hüsnünü görmə tək. Öncə öz nöqsanını görə bilən göz gərək. Demirəm ki aynanı al əlinə ya alma. Öz eybini görə bil, özünə heyran olma. Niyə gərək özünü bahar kimi bəzəmək? Sakın soldurar səni zaman bahar gülü tək. Eybini örtən geyim zərif toxunduğundan Tanrı 9 pərdədə göydən indirmiş əlan. Bu göy yuvarlığının içində ey gözü dar, söylə sənin boynuna həlqa olmayan nə var? İçsənmi ki taxasan Sürəyya xaltasını, eşəksənmi çəkəsən yük daşıyan insanı? Fələk nədir? Atılmış, tərk edilmiş dulqarı. Cahan nədir? Saralmış bağların solğun barı. Hər köhnəni, təzəni bircə sal yada. Bu dünyada nə varsa dəyməz bir arpaya da. Yemə dünya qəmini, xacə tərk et oyunu. Qüssə çəksən qoy yerə Nizaminin payını.